Mehriban xanım bize haqq adalet istəyirik. Biz fırıldaq yol edə istəmirik. Haqqımızı tələb eləmək istəyirik. Xahiş edirəm 3 dənə notar olsun. Bir baxın da. 5 saat hüququmuz yoxdur. Hara gedək? Hara gedək baxmırlar. Onların qol gücü var. Bağımsızlıq. Kasım ailədir harasına. Binada bizim hüquqlarımızı korusun. Kasım ailəyi hara gedək? Ekspert təyinat. Xahiş edirik bize ses verin. Bu uşaqları Bugün bizi çölə atırlar. Hara gedək? Necə olsun bu işlər axı? Bəsərdə mən niyə bəyan eləməyiblər bizə? Bakı Ədliyyə Nazirliyinin qəbul şöbəsinə getdiniz. Qəbul Kim şöbəsi qəbul elədi? Nə dəfələrlə dedilər? qəbul edəndə adicə idarə rəisidir. Qəbul eləyir deyir bizlik olan bir şey deyil. Bizi necə bizlik bir şey deyil ki, vəsiyyətnamə Ədliyyə Nazirliyinin orqanında olan vəsiyyətnamə tam qüvvədə olan vəsiyyətnamə notarus, Ədliyyə Nazirliyinin tabeliyində olan notarus. Həmin o vəsiyyətnaməni görməməzliyə vurur. Avtomatlaşdırılmış elektron sistemdə görmür. Niyə görə cənab nazir? Niyə görə bizi qəbul eləmirlər? Niyə biz sözümüzü prezidentə deyək? Bir dəqiqə sakit olun. Qəbul şöbəsinə sizi apardılar. Bəli. Və o qəbul şöbəsində sizə nə dedilər? Nə vəd verdilər? Nə dedilər? Bizə dedilər ki, sizin şikayətinizə baxmırıq. Biz sizin şikayətinizə baxmırıq. Hal-hazırda bizim məhkəmələrimiz gedir. Eyni ünvanla bağlı. Vərəsəliklər çağırılmayıb, vəsiyyətnaməyə qiymət verilməyib. Həmin o sahələrlə bağlı biz vermişik məhkəməyə. Məhkəmə də buna hüquqi qiymət verəcəkdir. Azərbaycan Respublikasının prokuroru Kamran Əliyevə şikayət eləmişik. Araşdırma gedir. Bununla bağlı biz xahiş edirik. Bu iş köklü araşdırılsın. Bax, Bizim evdə bu körpə uşaqları çölə atılmasının qarşısı dayandırılsın. İlqar bəy, bir dəqiqə. Atanız vəsiyyətnamə ilə bütün mülkün verib kiçik oğluna. Kiçik oğlu Salmanov Rövşənə hal-hazırda infarkt diaqnozu ilə Amma böyük qardaş, xəstəxanada böyük reanimasiyadadır. qardaş necə satıb onu? Böyük Necə qardaş özəlləşdirib? vərəsəlik çağırılmayıb, vəsiyyətnaməyə qiymət verilməyib. Saxta yolla da, bir sözlə saxta yolla Neçə özgələşdir. nömrəli notarus edib o saxtakarlıq? Saxtakarlıq, Sizin dediyinizə görə. saxtakarlıq başlayıb 11 saylı notarus, 35 saylı Binəqədi ərazisi olmasına baxmayaraq Suraxanıda, Hövsanda 35 saylı da vərəsəlik işi açıblar. Həmin o vərəsəlik işini. Sonra da 51 saylı da alqı-satqı eləyiblər. Bu boyda görməməzliyə vurublar. Ona görə ki, bunlar hamısı rüşvətlə olunub. Cənab nazir, cənab prezident, cənab xanım Mehriban Əliyeva bizə yardımcı olun. Bu uşaqların aqibəti axirətinə yardımcı olun. Bu uşaqlar, məktəbli uşaqlar küçüyə atılırlar. Bizi səs verin. Bəs növbəti addımlarınız nədir? Hara müraciət etmək Növbəti istəyirsiniz? addımlarımız bizim odur ki, ancaq bizim ümidimiz Allaha, Mehriban xanıma, bir də prezidentə qalıb. Kamran Əliyev, cənab Kamran Əliyev, Azərbaycan Respublikasının baş prokuroru müraciət eləmişik, ərizə vermişik. İşi araşdırmadadır. Biz ədalətli bir nəticə gözləyirik. Ki, bu saxtakarlıq, özbaşınalıqlara bir son qoyulsun, bir nöqtə qoyulsun. Bu qədər olmaz insan taleyi ilə oynamaq. Oldu, beləlik dəyərli Biz intihar izləyicilər. edək, neyniyək, bizim yaşamağa hüququmuz yoxdur. 4 ailədir. Axı bu uşaqlar da 4 yaşamağa ailədir. hüququ Bu var. günlər icranın. Belə haqsızlıq olmaz axı. Belə İcranın haqsızlıq olmaz axı. məmurları bunları gəlib evdən çıxartmaq istəyirlər. Qanun tərəfi eləmirlər. Baş nazir xahiş edirəm biz səs verin. Kimi alçaqlar tutmaq lazımdır. Bizi xanım kimi içində tutmaq lazımdır. Onlar burada işlər görürlər. Mənim yoldaşım hal-hazırda reanimasiyada yatır. Mən də küçələrdə qalmalıyım. Bibi xanıma görə yoldaşı deyə Qalmalıyım. infak keçirməlidir 2 dəfə. O da evin bir gənidir. O da haqqını götürdü. Nədir bu salıb bizi Xanım küçələrə? qaynata evi keçidib sizin yoldaşınızla. Bəli. Bəs necə olub ki, maraqlanmamısınız ki, ev necə Mən keçib? maraqlanmamışam. Valla Bilməmsiz. oturduğumuz yerdə gəlib dedilər ki, SMS ki, alçaq gəldi dedi ki, xanım, Bibi xanım keçirir evin satıb. 80 minə ev satılar. Tövlədir. Ev hardadır? Ev 8-ci mikrorayon, bina 2, mənzilli 20-də. Süleyman Sani Yaxındov küçəsi. Azadlıq metrosu. Bəli, Azadlıq metrosunun yanında. 80 minə ev var. 80 minə ev var o ərazidə. dənə yox deyil. 80 minə heç qaraj satmırlar həmin ərazidə.
Həmin evin bu günləri qiyməti var. 1 milyona yaxın qiyməti olan evi 80 minə evə baxmadan, evə girmədən, müştəri olmadan nətər onu aldılar, nətər onu satdılar, kim satdı, kim aldı? Bu boyda haqsızlıq olmaz axı. Satarlar. Mən deyirəm, nə Eşən Məsiyev kimi bir heç kimə Fırıldaq yolu ilə, notariusların əli ilə, yuxarıda el qolları olurlar, bizi çıxardıb atırlar bayrağa. Xanım, Baxmırlar bizə. uşaqlar Sən bir dəqiqə məktəb yaşlı uşaqlardır. Bunları çıxartsalar, harda oxuyacaqlar? Girdi onu Harda otur? Asfaltın ortasında. Asfaltın ortasında bizim getməyə yerimiz yoxdur. Bu uşaqların taleyinə bir yanan yoxdur bu ölkədə. Ha bir boyda nazirliyin qabağında bizim hüquqlarımız tapdanır. Biz hüquqlarımızı kimə deyək cənab prezident? Nazirliyin için Niyə bizim səsimizə biri baxan yoxdur? Bir Niyə? daha Bu tək boyda nazirliklər nə qədər hüquqşünas var. Biri çıxsın baxsın ki bu sənəd düzdür. Bu vəsiyyətnamə var. psixologiyası pozulur. Uşaqların özü psixologiyası. Belə dəyərli izləyicilər, bir daha təkrar edirəm ki, ata kiçik oğluna evi vərəsəlik verib, bütün bacı qardaşlar da imza çəkirlər Biz ki, gedirik biz razı buradan. yox. Biz Lakin gedirik böyük buradan. qardaş Yuxarı Qardaşın yerlərə, xanımı yuxarı yerlərə səsimiz çatacaq. satıb. Bizim vəziyyətdə, bizim ailənin Və qapı döyülüb ki, bugünkü bu ev günü bizimdir. güzaranını biz küçüyə atılırıq. Beysapçılıq var, Allahsızlıq var. Belə şeylər olmaz. Vallahi olmaz. Allah bunu götürməz. Allah'tan qorxun. Belə dəyərli izləyicilər, özünüz baxın, qiymətini verin ki, vətəndaşın dediyinə görə özbaşınalıq başalıb gedir. Başalıb gedir. Bunun bir başqa adı yoxdur. Cinayətkar Eşən Oldu. Təşəkkür edirəm izlədiyiniz üçün.